Hər kəsə salam olsun. Konstitusiyada 36-cı maddədə tətil hüququnda qeyd olunur ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokaut qadağandır. Bəs lokaut nədir? Lokaut işə götürənin kollektiv mübahisə zamanı işçiləri belə deyək qorxutmaq və yaxud öz şərtlərini qəbul etdirmək üçün iş yerini bağlaması və yaxud da ki, kütləvi şəkildə işdən çıxarmasıdır, yəni həmin şəxsləri. Konstitusiyada deyilir ki, rəhbərlik yəni öz başına bu üsuldan istifadə edib işçilərin fəaliyyətinə son qoyula bilməz. Yəni lokaut qadağandır. Bunu demək istəyirəm. Gəlin nümunəyə baxaq. Təsəvvür edin ki, bir fabrikdə 50 işçi maaşların artırılmasını tələb edir və qanuni şəkildə tətil elan edir. Fabrikin sahibi isə onlara güzəştə getmək əvəzinə deyir ki, elədirsə mən də fabriki müvəqqəti bağlayıram və hamınızı işdən qovuram, gedin neyinirsiniz eləyin. Bax, bu zaman sahibkarın etdiyi hərəkət lokautdur, yəni qanunla qadağandır. İşə götürən işçiləri qorxutmaq üçün bu yola əl ata bilməz. Məsələni danışıqlar yolu ilə həll eləməli və yaxud məhkəməyə müraciət olunmalıdır. Bax, belə dostlar, güman edirəm ki, hər birinizə faydalı olar. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.